Peyğəmbərimiz bir şey sevinəndə nə deyərdi? Elhamdülillahi əlləzi bi ni'məti tətimmu salihət. Həmd olsun Allaha ki, salih əməllər onun izni ilə baş verir. Pis şeyi görəndə nə deyərdi? Sevmədiyi şey. Elhamdülillah alə kulli hal. Hər hala görə Allaha həmd olsun. Subhanallah. Nə qədər Peyğəmbərimiz nə deyir? Ədəbi. Ona görə də elhamd, yəni Allaha həmd etmək ən əzəmətli nədir? İbadətlərdən birisidir. İnsan gələ daimi dilini alışdırsın. Elhamdülillah, elhamdülillah və ya elhamdülillahi kəthira. Həqiqətən Allah həmd edənlər çox azdır. Niyə? Allah təala buyurur. Və qalilun min ibadiyyəş şəkur. Nə deyir? Şükr edən qullarım azdır. Görəsən biz o azların içindəyik, yoxsa yox? Azdır, həqiqətən azdır. Allah təala buyurur. Çünki Rəbbimiz bizi daha yaxşı bilir. Qalilun min ibadiyyəş şəkur. Şükr edən qullarım azdır deyir Allah. Yəni bugün gün açıldı. Nə qədər deyimsən elhamdülillah? Nəfəs alırsan, sağlamsan, ruzun var evində, Allah həmd olsun. Əmin-amallıq yurdunda yaşayırsan. Dedin, Rəbbim sənə həmd olsun. Rəbbim sənə həmd olsun bu verdiyi nemətlərə görə. Yoxsa gözüm ancaq kimin sənə malında, mülkündə. Ona görə də Allah təala nə edir? Təriflənməyi sevir. Çünki tərifə layiq olan Rəbbimizdir. O kamil, gözəl adlar, sifətlər sahibidir. Ona görə də kimlərin duaları qəbuldur? Allah çoxlu həmd edənlər.